şan istehsalı haqqında bir də Apixelis dərman barədə hörmətli Ramin Qurbanova söz verəcəm. Özlərinin şan emalatxanaları var, onunla bağlı bir bizə məlumat versin. Axşamlıq xeyir, əziz arşı yoldaşlar. Biraz valla üzlü hesab eləyin, laf elə bir natiqliyim yoxdur, laf elə açıq aydın danışa bilmirəm. Prosten təxmincə deyək, məlumat verə bilərəm. Bu Göygöl arşılıq olaraq bizim də deyək ki, həm mağazamız var, həm deyək ki, biz şan istehsalına məşğuluq. Şan istehsalında xeyli vaxt biz məşğuluq. Yəni, təmiz şan düzəldirik. Bax, deyirəm, mən arıçı yoldaşlar olaraq arıçılara yoldaş kimi deyirəm. Alver üçün, yəni deyək ki, reklam üçün ya da alver üçün demirəm. Təmiz şan düzəldirik. Əgər istəyən olsa, nəsə eləyən olsa, müraciət eləyəsiniz, nəsə sonradan danışarıq da. Bu istehsalımız da belədir. Valla bizdə deyək ki, əksər halda indi burada olan yoldaşlardan bir neçəsi deyək ki, məni tanıyır, yaxanlardan deyək ki, Göygöldən, ətrafdan ki, bizə gəlib bizdən alver eləyirlər də. Çalışınca deyək ki, qatmamaq söhbəti kim desə mümkündür. O bir nətər ola bilər. Ancaq deyək ki, öz arxanandan, özün addelini deyək ki, nəsə əritsən, nəsə ki, şəxsi özünü düzəldə bilsən, ancaq elə olur. Yoxsa deyək ki, qarışmaq məsələsi, qost standart deyilən bir şey var, Rus qost standartı da. Orada özləri də deyil, dövlət standartı. Onlar da deyirlər ki, 10-15% parafin qarışmalıdır. Prosta indi hansı parafindən, valla indi onu mən yalan deyərəm də, amma standartda elə bir şey var. İndi biz bunu istehsal eləyərək, çalışana qədər çalışırıq ki, qıraqda nəsə parafin immununu qatmağa heç nə qatmayaq. Çünki niyə deyirəm, nə deyək ki, sonra indi heç kim alınıb pisləmək üçün demirəm. Qıraqdan zaddan ki, bizə də nəql olmasa mal gəlir, bizə də nəsə kimsə mum gətirir. Çalışana qədər deyək ki, götürməyək. Pis olanda konkret olaraq da deyim ki, mən istəmirəm sizin malınızı, hardan, aparıq başqa yerə, bizlik deyək. Qaldı istehsalına deyək ki, sexdir, kustar suldur deyək ki, nəsə bir şey deyil, deyək ki, böyük bir proizvostvadır. AEV 100 deyilən bir avtomat aqreqatları var, onunla istehsal edirik. Parla ərdilən bir şeylərdir hamısı çerez buğla gələn bir şeydir. Kaçollardan buğdur, buğla fırlanır, gəlir, onu əridir. Bu ərir, təxmin 120 dərəcə hardasa istilik yaranır. Ondan sonra qoyuruq bir balaca, yəni soyur, təxmin 90-95 dərəcə arasında gəlir, düşür. Onunla da istehsalımızı edirik. Yəni, generim, eyvallah, belə bir natiqliyim yoxdur, lap elə ətraflı danışa da bilmirəm. Sonra məsələ bir ara Ukraynadan bu varoa qarşı dərmanlar gətirirdik. Bir dəfə təsadüfdən bax belə bir tübikdə dərman gətirmişdik. Bunu da heç kim, heç aradan nə alan oldu, nə bir şey elədi, yay ortasıydı. Mən də sırf təsadüfdən deyirəm, heç kim almamışdı, təsadüfdən bir arımız başqa bir yerdə arxanından kənarda ikən bir dostumuzun qapısında bir arı saxlayırdıq. Baxımsızlıqdan qaldı, uşağı qapılarında arı vurdu, məcbur elə ki, gətirdim, öz qapımıza qoydum. Baxdım, gənə yükü, çoxlu gənə yükü var idi. Əməli başlı gənə yükü var idi. Sadə bir dərmandır, tərkibi indi, valla, hərəmiz indi bir düşüncədəyikdir. Kömək elədi deyə, məqsədim odur, kömək elədi deyə elə belə təqdimat edirəm ki, bax, yəni normal dərman olaraq. Tərkibində dedik ki, nə amitrazı var, nə bir şey düzdür. Hamımız deyik ki, amitrazı hamı pisdir ki, amitraz belə içində qaldı, ay nə bilim, şeydən çıxmadı, eləmədi, yeşdə çox qalır deyək də. Tərkibi də tərtəmiz tərkibi var. Demək, timoldur, ekvalipdir, bir də mentol tərkibli bir dərmanlardır. Düzdür, bunu deyək ki, istehsal eləyən, bunu nəzərə tutur ki, bir dənəsini 50 qram olaraq 2 dənə arıya tətbiq eləmək lazımdır. Amma onlar elə fikirləşirlər ki, yəni elə düşüncəni deyirlər də ki, onlar dolu bütün 10 ramkalıq ya 12 ramkalıq arı nəzərə tutub deyirlər. Biz bunu istifadə qaydası da 15-27 dərəcə arasına qədərdir. Yəni ondan aşağı vurası olsa, kim alsa, kim istifadə eləsə, prosta elə belə mən bunu demək mənim borcumdur. Birinci dəfə deyək ki, arıya elə ki, bunu tətbiq eləyəndə arı kütləvi şəkildə çölə çıxır. Çölə çıxacaqdır. Ondan sonra asta-asta ki, biraz buğanaq, biraz ora-bura uçuşandan sonra qayıdıb yerinə dolur. Heç bir problemi zadı olmur. Yəni,
istehsalçı ilə deyir ki, nə anaya, nə balıya, nə deyir ki, heç nə bir təsiri də yoxdur. Bu yay üzunu bir xeyli adamların nəsə dedik, reklam kimi elədik, satdıq. Hamı razılıq elədi. İndi düz deyil, hamı deyir ki, o şey, oksalit də deyirlər, ona mən başım çıxında eləyə bilmirəm. Yəni, sadəcə deyir ki, bax, o yaxşı nəticə verir deyə ona görə yəni, təqdim edirəm bunu. Bir də bu bayaqlar Qurban müəllim deyirdi ki, bu arılarımızın çox qırılmağı haqqında da. Deməli, indi bu Göygöl ərazisində mağazin bir dənə bizdədir deyə mən elə düşünürəm ki, bu basalaq tərəf əksəriyyəti biz tərəfə gəlir də, deyir ki, bizim mağazinlə bizlə əlaqəli olur. Valla, Qurban müəllimin sözünə qüvvət, bu 25-ci ildə deyək ki, bizə gətirən suş deyək də, doğramış ramka nəzərə tutub deyirəm. O qədər arı qırılır. Bax, Allah'ın da olsun, gələn suşu, indi bunun onun bir dənəsi təxmin deyək də, deyək ki, yekə ramkanı görsə təxmini qara ramka kəsiləndə 300-350 qram təxmin olur da, təxmin deyək. Mənə görə 350 qram olur haradasa. Onu deyək ki, eləcə nəzərə alsaq, gələn suşu kiloya vuranda, bir də təzədən onun ramka sayına eləcə hesablayanda, 10 ramkalıq bir də o boyda suşu, o kilonu sayı da deyək ki, 10 ramkalıq hesabına hesablayanda, başlayıcı Xanlar bölgəsinə cənəz, bizə cənəz. Amma hamıda deyək ki, 10 ramka qırılmayıb da arı. Eləsə var, kimsə 4 ramka ölüb. Arıdır da, saydı bu da, arıdır. Başlayıb bir 950-1000 dənə arıya yaxın, eləcə bax, bizəcə suş gətirib verirlər. O 10 ramkalığın, onu 5-6 ramkaya vuranda, gəlib 1200-1500 dənə arı, eləcə bizim bölgədəcə ölür. İndi mən prosta elə bir bax, sual vermək istəyirəm də, indi bu qocaman arılara. Mən düşünürəm, öz düşüncəmi deyirəm. İndi o gənə yükü bir dərddir də, o hamıda var, dedi ki, çarşıda qarşısını almağa. Amma mən elə düşünürəm, hamıda axı bu gənə yükü ola bilməz. İndi hamı deyir ki, mən səhlənkaram. İndi hamı səhlənkar deyil, hamıda bu ondan ola bilməz axı. Xəstəliklər var. Mən öz bölgəmizi deyirəm də, bizdə arını yaza hava imkan vermir çıxartmağa. Mən özüm elə fikirləşirəm. Çünki deyir ki, bax, mən arımı dərmanlamışam da, arımda deyir ki, gənə yükü də yoxdur. Deyir ki, normal payızda yola salıram gedir. 6 ramkanla gedi varı. Amma indi baxıram, arının içində o iş yarım 2 arı qalıbdır. Yaxşı, deyir ki, dalına töküb bir yəndə deyir ki, dərman vurdun, nəsə elədin, tüstü vurdun, elə bir nəsə. Axı, gənə də tökülmür, gənə də yoxdur onun içindəki. Deyirsən ki, nəsə gənədən ölübdür, nədənsə ölübdür. Mən düşünürəm, hamısı gənədən deyil. Ya, İqlim, biz Göygöl basalam, bizim Gəncə Göygöl deyirəm də, hava nətədir hal-hazırda? Bir gün soyuqdur. Dünənlər hava nətər idi? 3 gün bundan qabaq başda az qaldın, qol açıqda gəlsən, baxırdın ki, adam əməl başda pişirir gün. Arı çölə çıxır, deyişin qayıdıb gələ də bilmir. Bir balaca hava dəyişən kimi çöldə qırılıb batır da. Bizim bölgədə, bu mənim şəxsi düşüncəm, bəlkə də səhv deyirəm. Amma mənimcə bizim bölgəmizdə tam hamısı immunolog gənənin söhbətindən deyil. Bizim bölgənin hamısına hava eləyir bizdə. Bu soyuq yerlərdə deyək ki, dağ ətəyi zonalarda bu qədər qırıntı olmur. Çünki deyək ki, ağzı qışa, payızdan qışa deyək ki, nətə gedirsə, arı nətə yatırsa, yazı da elə ağzı açılır, elə də çıxır. Amma bizdə yaz üzünü, qış üzünü arı eləcə işləyir, kah muşmulya işləyir. Muşmulya işləməyəndə deyək ki, nəyəsə suya, nəyəsə ki, çölə çıxır, gedir, gəlir, ölür. Çölə gedib gəlməyir. Yəni o Qurban müəllimlə bayaq dedik, deyir ki, yəni öz nətə deyilir, öz resurslarını istifadə eləyir, 36 günlük canı qalıb, bir 40 günlük nəsə bir halı var da bunda. O da get gəl, yatmaq əvəzində ki, eləcə bütün güncə işləyir. Sən deməli ki, gedir, gəlində deyil də, yorluqdan elə də ki, bezir ölür, bəlkə də ki, nə qədər işləmək olar, müsəlman kimi. Bir ara sağlardan deyəsən ki, müşkülat bəlkə onda nəsə kəsərlər, eləyərlər, nəsə eləyər, bilmirəm. Bunun çıxışını İlqar müəllimə nəsə demişdik eləsin. İlqar müəllimi nəsə çıxış eləyəndə bunlardan danışmalıdır, bu əleyhi qazlardan. Bunu əsas deyəkən, bu oksalit turşuları nəsə quzqulaq bir də qarışqa turş, nədir? Qarışqa turşudur mu, nə idi? Onu formik vuranda nəsə istifadə edirlər.
Onu İlqar müəllim o tərəfini yaxşı bilir. Mən onu deyə bilmərəm, hə. Yəni amma deyək ki, immino deyək ki, pasiva qazdır, əleyh qaz, Rusun əleyh qazıdır. Yəni arıçılıqda istifadə edəndə elə arıya kömək elədi, yaxşı elədi, sağ olsun. Və bizə yəni bundan o zəhəri qaz keçmir deyə bunu da təqdim edir ki, də vuranda bu OBC istifadə elədiyimiz o OBC nədir, şeylərdən üstündür. Hə, maskalardan üstündür. Yəni o bax qardaş, buyur. Salam aleyküm, Mehdoğlu arıçılıq olaraq adım Elçindir. Sizə bunu əsas deyim. Bunun bir şey var ki, səhv eləmirəmsəm M3 ilə gedir bu filtr. M3 ilə. Amma bu Kitaydan gələn 6001 markalarda ağzınıza taxıb istifadə edirsiniz. Suvilmasiyadır və yaxud belə deyim, formikdir. Bunda az da olsa bu iyini hiss edə bilirsiniz. Kitaydan gəlmə maskalar deyirəm. Amma bu maskanın bir dənə pis cəhəti nədir? İnsanı başını tərrətməyi. Yəni bu maskanı taxıb istifadə edəndə, çox istifadə eləmişəm bundan, bir damcı insana nə formikin, nə oksalitin iyisi gəlmir. Yəni %100 mən sizə bunu qarantinlə deyirəm. Amma o birisi maskalarda külək ki, suvilmasiyanın üzünüzə gəldi, tüstü. Amma iyisini hiss edirsiniz. Bir də ki, indi Xəyal müəllim də buradadır. Əsas mən bu ilki arı ölümləri ilə bağlı öz belə deyim də, biraz araşdırmamı istədiyim. Bu il havalar çox quraq keçdi. Həddindən artıq 3 ay paşlı yağış yağmadı. Əsasən, balın gəlir vaxtında ana arı 1000-1200 arası qoç səpir da. Yəni, 2000-2500-də çıxartmır. Erkək arı stokları dayandı, tez dayandırdı. Erkək arıda olan gənələr keçdi işçi gözlərini. Ana arıda 1200, 1800 yox, endirdi, qurdu 100-200-ə. Çöldən çiçək toz gəlmədi. Bir nömrəli. Ana arı qurdu, buna görə indirdi. İkinci nömrəli. 100-200 çıxan qurtlarımız da, belə deyim də, balalar zədəli çıxdı. Zədəli çıxanda ön qoşun getdi, arxaya qoşun gəlmədi. Buna görə də arxanalar əsasən %50, 60% buna görə məhv oldu. Bu qədər çox sağ olun. Dəyərli həmkarlar, indi mövzularımız bir neçə sona doğru yaxınlaşır, amma indi bayaq elan elədiyim kimi ana arıların məhsul dövrü və müalicə dövründə qəfəslənməsi barədə Xəyal bəy hardadır? Hə, Xəyal bəy məlumat verəcək və mən əlavə olaraq Xəyal bəylə bərabər də Qəşəm müəllimə söz verəcəm ki, bu məsələnin praktiki kimi Qəşəm müəllim də öz təcrübəsindən danışsın və daha sonra da burada hörmətli İlham Babayev var. Anaların süni mayalanması barədə də mən xahiş edəcəm o bizə. Bir daha arıçılarımızı salamlayıram. Çox sağ olsunlar, təşkilatçılarımız Göygöl rayonunda bizi qarşılayıblar. Çox gözəl yığıncaqdır, həqiqətən. Amma yenə deyirəm, çalışıb hər gələn arıçı bir dənə gənc arıçı gətirsin. Hər dəfə gələndə 90% eyni insanları görürük burada. Mən gətirəm özümdə yavaş-yavaş. Heç olmasa hərə bir nəfər təzə gənc arıçı gətirsin. Qoy təlimatlansınlar, bir nəsə öyrənsinlər, nəsə. Valla çalışıb, bizim məqsədimiz öyrətməkdir. Həm öyrənməkdir, həm öyrətməkdir. Ona görə həmişə təzə cavan arıçılardan dəvət eləmək lazımdır. Həm bir-birini tanısınlar, bir-birini münasibətləri yaransın, həm də yenə deyirəm, nəsə öyrənsinlər. Qaldı, bilirsiniz, bu dəqiqə bütün demək olar ki, Respublika artıq izolyatordan danışır, izolyator mövzusundan danışır. Çünki həqiqətən izolyator çox gözəl bir avadanlıq olubdur. Arıçılıq üçün vacib olan avadanlıqlardan biridir. İzolyator, belə deyək də, çox vaxtımız yoxdur. Qısa biraz məlumatlar verəcəm. Qardaş, normalda izolyator olmamışdan qabaq çox həqiqətən o qədər gənə yükü yox idi, o qədər parazit yox idi. Amma izolyator bu devirdə gənənin əlindən mümkün deyil tərpənmək. Son 5 ildə gənə, Qurban müəllim sözü olmasın, yəni göylə gedir, tuğan eləyir də, belə arıçı aciz qalıb. Bu varroanın əlində arıçı aciz qalıbdır. Onun ən gözəl qaydalarından biri izolyatordur. Bütün arıçının bütün işini, bütün sistemini qaydaya salan, arıçılıqda gedən bütün prosesləri normal qaydaya salan hamısı
izolyatordur. Artıq bu barədə təcrübə yığmışıq, təcrübəmiz var. Neçə illərdir bundan istifadə edirik. Bütün o balaca izolyatorlardan istifadə eləmişik, qustar sualla düzəlmə, mağazində satılan belə sürmə formasında izolyatorlar olub. Özümüz taxtadan düzəltmişik, Millennium izolyatoru. Yəni, hər birini yoxlamışıq. Onlarda ölümlər olur, problemlər yaşamışıq. Amma son 3 ildə bundan istifadə edirəm. Bu, xımar izolyatorunun qustar üsulla düzəlmə variantıdır. Məqsədimiz də o olub ki, ucuz başa gəlsin arıçılarımıza. Ana keçməzdən düzəltmişik. Xımar izolyatorunun özü bura gəlib çıxmağı 17-18 azen, 17-18 manata başa gəlir. Amma bu 3 manata heç başa gəlmir. 3 manat rasxodu yoxdur bunun. Ona görə çalışın düzəldin. Amma incəliklərə diqqət eləmək lazımdır. Bu ana gözləri 3.9-4 millidən yuxarı olanda anaların çıxışı olur. Arıçı həvəslə bunu gətirir, qoyur. Bir həftədən sonra ana biraz yığışanda bu çıxır. Çıxandan sonra ötəsindən gələ bilmirsən, kütləvi yumurta səpir. Sən məhsul vaxt açanda görürsən, daha da yumurta çoxalıb, bal söhbəti yoxdur. Ramkaların başında biraz belə peçat olur, ayaq tərəfi təmiz yumurta olur. Nə süzmək olmur, nə heç nə. Burada əksər arıçılar, izolyatordan istifadə eləməyən arıçılarımız yəqin ki var. Həmin arıçılar bal süzümündə deyir, gətirin görək balımız süzək nə var. Qıraq hissədə 1-2 pesatlı bal görür. Qalan hamısı bütün ramkaların baş hissəsi pesatlı bal, ayaq hissəsi yumurta olur, süfrə olur. Yəni, əksər arıçılarımızda yəqin ki elə olur. Çünki bilirsiniz, ümumiyyətcə bizim qərb zonası, Azərbaycanda qərb zonası demək olar ki, dəmiyə formasıdır. Dəmiyə deyək, nətər quraqlıq. Yəni, yağışa, təbiətə ümidli olan bir ərazidir. Çox qısa bir sezon var. O qısa sezonu tutmaq üçün, o deyirəm, hansı ki, baş hissəsində pesatlı bal olur, ayağı qurd olur. Arı o qurd daranıb, oranın qalan bütün yerlərini bal pesatlamalıdır. Sezon o qədər qısadır ki, arı özünə gəlib oranı çıxıb daranıb pesatlayana qədər bizdə sezon qurtarır. Bax, arıçı bir sezon 10-11 ay, 10 ay, 11 ay zülüm çəkir, əlləşir, əziyyət çəkir ki, bir aylıq sezonu tutsun. O bir aylıq qısa sezonu tutsun. Bir ayın da ümumi sezon deyil. Yəni o bir ayın birinci 10 günlüyünə də düşə bilər, birinci yarısına, ikinci yarısına da düşə bilər. Yəni 10-15 gün maksimum əsas gəlir devri var bizim ərazilərin. Mən elə başa düşürəm, bütün Göygöldə də elədir, Gəncəbasar zonasının hər yerində 10-15 gün sezonumuz var. Yəni söhbət əsas gəlirdən gedir, kütləvi gəlirdən. Amma belə götürəndə may ayından gəlir olur, ağartma olur, yavaş-yavaş, gündə 200, 300, 500 qram olur. Söhbət günə 2, 3, 5 kilo gələn gəlirdən gedir. O gəliri tutmaq üçün bizim arımız hazır olmalıdır. İçəridə süfrə olmamalıdır ki, arı o gəliri tuta bilsin və yığmağa yeri olsun. Onun üçün izolyator mütləqdir. Bizim ərazidə iyun ayının əvvəli 1-5 arası əsas gəlir başlayır. Tovuz zonasından gedir söhbət. Yəqin ki, burada da hamısı Kiçik Qafqaz sıra dağı boyunca sezonluş demək olar ki, eyni olar. Bir 10 gün, 15 gün o öz fərqimiz olar. Əsas gəlirdən, biz əsas gəliri qaratikanla hesablayırıq. Qaratikan açmamışdan 15 gün, 20 gün qabaq və yaxud akasiya ilə qaratikanın arasında elə təxmini 20 gün fərq olur, 20-25 gün. Akasiya çiçəkləməyə başlayanda mən arıları izolyatora salıram. 9 gündən sonra proverkanı eləyirəm, axtarış eləyirəm, ana gözü varmı? Ana gözü yenə deyirəm, orada bəzi arılarda ana gözləri olur, hamısında yox. Təxminən 10 arıdan 4-ündə, 3-ündə ana gözü qoyur. O ana gözünü qırsaq, arıçıya xeyirdir. Qırırıq, ləğv eləyirik, çünki biz hamımız iş adamıyıq, aparır arını qoyuruq, orada arı beçə verdi, bölündü, getdi, sezon getdi, həmin arıdan əliniz. Bizə lazımdır ki, arı orada başını sallasın, balını yığsın. Yəni, bizə lazım deyil orada beçə meylənsin, neyləsin. O ana gözünü qırmaq lazımdır. Əgər qırmasaq, 2 variantımız yaranır. Ola bilər həmin ana gözü arını bölüb apara bilər, 50-50-yə də. Ola bilər, mayalanıb gələ bilər. Bizə hər ikisi ziyandır arıçıya.
bölüb getsə də ziyandır, qayıdıb maylanıb gəlsə də ziyandır. Qayıdıb maylanıb gələcək, həmin arının kütləvi yumurta səpəcək, təzə maylanmış ananı bilirsiniz, yumurta qoymağa yer axtarır. Bütün gəlirin də vaxtına düşüb, içərini yumurta ilə dolduracaq. Ona görə çalışıb izolyatoru mütləq dəqiqliklə, izolyatora salınan arının incəliklərinə dəqiq riayət eləmək lazımdır. Ananı saldıq izolyatora, 9 gündən sonra proverk elədik, bütün ana gözlərini qırdıq, baxış keçirdik. Ondan sonra aparın, istədiyiniz yerə qoyun, oradan nə beçə gedən döyül. Bax, izolyatorun indi burada funksiyasına baxın. Həmin arıdan beçə çıxa bilməz. Mən elə olub aparıb qoymuşam, ay yarımdan sonra gedib gətirmişəm. Arı ilə mənim aramda 80 kilometr məsafə olub. Məcbur olub getməmişəm ora. İşlə bağlı çıxa bilmirəm də qardaş, iş adamı yıxamız. Bir də gedib ay yarımdan sonra gətirib süzmüşəm. Konkret bilirəm ki, arı orada sənin əlinin altının fəhləsi olur. Nə deyir, nə təri yönləndirirsən, eləcə də işləyir. Oradan beçə gedə bilmir. Birinci qazancımız. İkinci qazancımız konkret olaraq bala işləyir. Çölə çiçək dozu, su, duz, yod, arının başqa ehtiyacı olan balıya adı, ehtiyacı olan qida üçün gedən arılar içəridə 9 gündən sonra bala olmadığına görə, bütün süfrələrin ağzı bal olduğuna görə, yedirtmədiyinə görə 9 gündən sonra çölə gedən arılar artıq qida gətirən arılar. Hamısı, əksər faizi, belə deyək də, 70% başqa iş dalına gedən arıların qoşulur bal dalından gedən arılara. Çünki əlavə heç olmur orada. Bal olmadığına görə çiçək tozuna ehtiyacı olmur, suya ehtiyacı olmur. Yəni, hamısı qoşulur. Çöldən gəlirdi 1 kilo bal normalda. Onun haradasa yarım kilosunu, 600 qramını, elə olur 700 qramını yedizdirirdi balıya. Çünki neçə min içəridə süfrə var. 2 saatdan bir bilirsiniz, onu qidalandırırlar. Çiçək tozu gətirənləri xüsusi qulluq eləyir, götürür ayağından, onu balaları qidalandırır, ora depoluyur. Su onu kimi, su gətirən var, istiyə düşəndə balanın üstünə püskürür, sərini. Müəyyən işləri görən arılar var. Hamısı qoşulur bal gətirənə. Gedir indi 1 kilo yox, gətirir 4 kilo, 3 kilo, 5 kilo məsəl üçün. Onun gətirir onda birini rasxod eləyir. Çünki bala yoxdur içəridə. Yalnız içəridə işləyən arılar və qurutmada sərfiyyat olan arılar, bir də az qalmamaq üçün yiyən arılar. Onda bir, onda ikisini sərfiyyat eləyir. Bütün gətdiyi balı peçatlayır arıçı üçün. Ona görə də istədiyimiz nəticəni əldə eləyə bilirik burada, bal nəticəsini. Bal nəticəsini əldə elədik. Özgə qazancımız nə olur? Bütün xəstəliklər olur süfrənin yanında, südün yanında, süd olan yerdə. İçəridə ağzı açıq süfrə olmadığına görə, süd olmadığına görə bütün xəstəliklərdən canımız qurtarır. Avtomatik olaraq özü yığışır xəstəliklərin. Çünki o xəstəlik üçün münbit şərait qalmır orada. Bütün arılar daranır oradan, izolyasiya təmizlənir yuvalar, qayıdır yenidən ora bal yığılır, çünki bala yoxdur artıq. Üçüncü qazancımız, dördüncü qazancımız. Gənə Varroanın, Varroa gənəsinin mələr qoyuruq. Çünki Varroa gənəsi üçün olan münbit şərait arının əlindən alınır, gənənin əlindən ayrılır. Çünki gənə də südün yanında olur, ya balanın süfrənin yanında olur. Əsas artım orada gedir. Süfrə olmadığına görə, süd olmadığına görə gənə hətta bir deyərdim ki, 70% gənə yeşiyi tərk eləyir. Südün iyisi gəlmədiyinə görə çıxıb gedir qonşu arıların üstə, qonşu arıxanalara, çiçəkdən çiçəkdə keçir arının üstünə, gedir başqa tərk eləyir, yuvanı tərk eləyir konkret olaraq. Bir şeyi də deyim sizə dəqiqliklə, Qurban müəllim bayaqları bir şeyi gözəl qeyd elədi, çalışıb heç olmasa territoriyada olan arıçılar, demirik respublika hamısı bir dərmanlasın, rayon bir dəfəyə dərmanlasın. Heç olmasa territoriyada olan arıçılar bir gündə dərmanlama eləməlidir. Çünki mənim gənəmin əlində münbit şərait olmayan kimi çıxıb sənin arxanana gedəcək. Məhsuldan sonra bala olmayan müddətdə gənə havada qalır. Heç bir funksiyası olmur. Amma nəslini saxlayır. Arının üstündə nəslini saxlayır. Münbit şərait axtarır. Məhsuldan gəlir,
dərmanlamağa başlayanda hamı bir dərmanlamalıdır. Gənənin kök kəsilsin, keçməsin ora-bura. Məhsuldan gəlirsiniz, qardaş. Ananı izolyatordan açıb buraxmamış. Bütün məhsulunu götürürsən, qaydaya salırsan, arını salırsan birinci mərtəbəyə, bir dəfə dərmanlamanı elləyirsən. Belə bir şey də eləyə bilərsiniz. Ananı açıb buraxıb, həmin günü dərmanlama eləyə bilərsiniz. Dərmanlama da yenə deyirəm, nə istəsəniz özünüz bilərsiniz. Hər bir arıçıya, mən burada nə qədər nə deyilsən də, hər bir arıçının özünün istifadə elədiyi dərman var. Məsəl üçün, mən Manlaytdan istifadə eləmişəm bu illəri. Bütün dərmanım amitrazlı tərkibi, yəni məhsuldan sonra heç bir problemi yoxdur. Vurmuşam, yeşiyin poluna tutulub püskürdülür dezodorant formasında. Həm də niyə elləyirəm onu? Arı çoxdur. Mən 10 dəqiqəyə, heç 10 dəqiqə də çəkmədi, bütün arıxananı, yəni vurdun, keçdin, vurdun, bir dənə knopkadır, basa-basa gedirsən arının qabağından. Vaxt tuturam. Vaxtım yoxdur onu bir-bir açıb nəyəsə dərmanlamağa. 10 dəqiqə ərzində 100-150 arını vururam, çıxıram. Və amitrazdır, məhsulumu götürmüşəm, heç nəyə qarışacaq bir şey yoxdur. İndi yenə deyirəm, bəzi kitablar yazır ki, amitraz çöküntü verir, 6 ay qalır orada. Bəzi kitablar yazır ki, 2 həftədən sonra amitrazdan orada əsər əlamət qalmır. Amma bunu biz payızda eləyəndə bizim üçün deyək ki, təhlükə qalmır. Hər ikisi bizə xeyir eləyir. Yəni 6 ayda qalsa, 2 həftədə qalsa biz onu payızda problemimiz yaranmır. Ona görə nə ilə istəsəniz dərmanlaya bilərsiniz. Ananı bu günlər açdınız, buraxdınız bir dəfə dərmanlama, bir həftədən sonra yenə bir dəfə dərmanlama, profilaktika. Təmiz arı olur gül kimi. İstirahət eləmiş ana təsəvvür eləyin. Bizə lazım deyil məhsul vaxtı, yenə deyirəm, əsas gəlir vaxtı, yüksək nəticə eləmək üçün bizə lazım deyil orada ananın yumurtamağı. Qoy ana istirahət eləsin, dincəlsin. Həmi yumurtalıq tez boşalmır. Hansı ki 3 il, 2 il yumurtlayacaqdırsa ana, ola bilir 4 il davam eləyə bilir. Amma çalışın, yenə deyirəm, 3 ildən artıq arxanada ana saxlamayın. 3-cü ilisini dəyişin. Keçirməyin 4-ə. Maksimum normal yetişdirmə eləyəndə, məsəl üçün, normal yetişdirmə olanda problem yaranmır. Amma qüstər üsulla yetişdirilən analar 2 il, 3 il görürsən promuxlar, problemlər yaşayırlar. Çalışın, bunlar biraz uzun mövzudur. Çalışın, anaları düzgün yetişdirin, düzgün nəsil artırın ki, problem yaşamayasınız. Qışda anası çıxmasın, o problemləri yaşamayasınız. İzolyatorumuzu açır, buraxırıq. Bir həftədən sonra bir də dərmanlayırıq. Amma bir incəlik də var burada. Onu da isat verim. O, ananı açdınız, buraxdınız. Litr yarımlıq məndə şirə qabları var. Mən öz təcrübəmi danışıram. İndi siz nə forma istəsəniz eləyərsiniz. Şirə qabını, litr yarımlıq şirə qabını qoyuram üstünə. Məhsuldan sonra ananı açıb buraxdıq, dərmanladıq. Birinci dərmanlamanı elədik bu günləri. Həmin günü şirəni verirəm, litr yarım. Səhərsi bir də verirəm, litr yarım. 3 gün daldara litr yarım şirə qabını doldururam və dayandırıram. Onu niyə eləyirəm? Yeşiyin içində saxladığım ehtiyat balı sərf eləməsin. İstirahət eləmiş anadır. Çıxan kimi yumurtaya başlayacaq zaten. Yeşiyin içindəki balı sərf eləməmək üçün verirəm. Bir partiya təmiz yumurtadıram. İnanın ki 6 ramka, 7 ramka doldurur arı. İstəyə zada baxmır. Ay istidə arı yumurtamır, nə bilim, o boş söhbətdir. Öz-özünün istiliyini tənzimləyir, susuzluğunu pakrivat eləyir, hər şeyini. Güclü yumurta səpir. 20 gündən sonra arılar daranmağa başlayanda kütləvi yeməyə başlayırıq. Gündəlik heç olmasa bir 7, 8, 10 dəfə hər gün o şirə qabını doldururuq. Həmin vaxtda gözəl çəkim olur. Çəkir, peçatlayır. Məqsədimiz nədir? Məhsuldan gəlmiş ömrü qurtarmış arılar varmı? Hansı ki bu balaları da yetişdirdi, çıxartdı. Həmin arılar o işi görür. Həmin şərbəti abrobot eləyib peçatlayır. Təzə çıxan arıya iş qalmasın. Ömrü qurtarmasın. Payızda, avqustda, sentyabrda çıxan arıya. Qardaş bəyəklər dedik, 10 ramkalıq arıq 2 ramkada qalıb. Ömrü qurtarmış arı gedib qışlamaya. Qışda da ömrü qurtarıb qalıb 2 ramkada, 1 ramkada. Hətta el arılar olur, bir ovuc ram arı ilə qalır ana. Hamısı ömrü qurtarmış arının problemidir. İzolyator o sistemi də düzəldir. Onu demək istəyirəm ki, o sistemdə qardaş 5 ramkada arı gedirsə,
izolyatordan çıxıb həmin dediyim sistemlə gedən arı 6 ramkada, 5 ramkada da yaza çıxır. Orada azalma olmur. Mən indiyə qədər məhsul vaxtı istifadə eləmişəm, yaz vaxtı. Artıq bir neçə arımı izolyatora salmışam, hal-hazırda izolyatordadır. Qış izolyatoruna ilk dəfə salıram. İndi deyirəm, keşkə bütün arxananı salardım. Keşkə bütün arxananı izolyatora salardım. Demək olar ki, bal raskodu 0, kulub hara yığılıb orada da durur. Yeşiyin qabaq, bilirsiniz də, kulub, yeşiyin qabaq hissəsi buradırsa, kulub yığılır bura, yeyə qalxır yuxarı, gəlir arxa tərəfə, düşür aşağı, yeyim qutardı. Bizim təbiətimiz elədir ki, o səviyyə çatmır. Yemək az olanda çatır o səviyyə. Məsəl üçün, ramkanın baş hissəsində belə peçat olur, ayaqlar boş olur, arı bura yığılır, yeyə gəlir, bura çatanda, bura çatanda, axıra çatanda, yaz vaxtı arıçı baxmır, nəzarət eləmir. Yazda da ən güclü, indən sonra da fevralda deyə ən güclü yumurtaya başlayan vaxtlarını. Gəlir, yiyir, qutarır, bir də açanda görür ki, yemək qurtarıb. Məhv olub, arı batıb, süfrə də qalıb orada, yumurta, hamısı batıbdır. O səviyyə çatmaması üçün izolyator mütləq şərtdir. Heç nədən qorxmağa ehtiyac yoxdur, çəkinməyə. İzolyatora saldın, mən salmışam həmin arıları naftalarından gələndən sonra, oktyabrın axırı. Noyabr, dekabr, artıq yanvar 3-cü ayda izolyatordadır. İnanın ki, 5 ramkalıq arı 5 ramkada kulubdaca durur. Nə azalma var, nə ölüm var, nə bir şey. Sual verəcəm. Bu, deyək ki, qaratikan əsas gəlir müddətidir. Qaratикana girməmişdən 15 gün qabaq bizdə qanqal tutulur həmən vaxtda. Qanqalla qaratikanın arasında saldıq izolyator. Deyək ki, 10 ramka çıxarsa, qurtdu, qopşuda, hamısı bir yerdə baladır, saldıq izolyator. Bunu nə vaxt çıxardın? Onu ayrıca izahat verəcəm. Onu ayrıca izahat verəcəm. Bildim, 2 dəfə məhsul götürmək üçün, 3 dəfə məhsul götürmək, onu ayrıca izahat verəcəm. Onun da qaydası var. Deməli, burada biz qazandıq, gənədən canımız qurtardı, qəşək payız yumurtası qoydu, sağlam yerdə, gənəsiz, zədə almadan yerdə sağlam payız yumurtası qoydu və həmin arılar sağlam şəkildə qışlamaya getdi. Yenə deyirəm, bax, momenti dəqiq tutmaq lazımdır, dəqiq rayət eləmək lazımdır. O məhsuldan gələn arı qırılıb qurtarmamış, şərbət qabından şərbəti çəkən yalnız olardı. Təzə arının biri də çıxmır yuxarı. Təzə cavan arının biri yuxarı çıxıb şərbət götürmür. Amma o çöl arıları hesab olunur, onlar işləyirlər. O da bilirsən hansı arılardır. Ananı izolyatora salanda süfrə forması, ağzı bağlı arılar var. Onlar balı tuta bilmir. Bal sezonunu tuta bilmir. Baldan sonra yetişdirilən balanı tutur. Və həmin pesoq şirəni abrabot gelib ora yığanı işləri görür. Ona görə də sağlam arılarımız qışlamaya gedir. Qardaş, yenə deyirəm, izolyatora salın, çoxlu bal götürün, bütün əziyyət çəkirsiniz, xaç çəkirsiniz. Bir sezon həvəslə gözləyirsiniz ki, bu il görək nətər olacaq. Bir şeyi bilin ki, bu il bal olmadı, söhbəti yoxdur. Təbiət hər il nektarını buraxır. Yenə deyirəm, ola bilər, birinci 10 günlüyündə, ikinci 10 günlüyündə, üçüncü 10 günlüyündə ayın. Qardaş, təbiət hər il nektarını buraxır. Hər il ola bilər, yağanlığa düşə bilər. Məsəl üçün, izolyatora salınmamış arı bir həftə yağanlıq olsa, içəridə qalan ehtiyatı da yeyir, mələr qalır. Elə olur, qayıdır, yem qutarır, içəridəki yumurtanı təmizləyir. Sonra da görürsən, halsız vəziyyətdə divarlara çıxır. Yəni, bu təcrübələri keçmişik. Biz elə anadan olan kimi biz alim olmamışıq, gəlib, mənim təcrübəm olmayıb 40 illik, 20 illik, 30 illik. Bütün, yəni mən özümdən demirəm, tək bütün o arıçılar var, hansı ki 50 il təcrübəsi olan arıçı var. O birdən-bir olmur o təcrübə, 50 ilin təcrübəsidir. Qırmışıq da, batırmışıq da, ziyanlıq da eləmişik. Mən yenə deyirəm, o arıçı bu günləri arını qırırsa, ümumiyyətcə qardaş dedi ki, arılar təsərrüfat batıbdır, arılar qırılmayıb qardaş, qırmışıq. Arı qırılmır. Arını qırır arıçı. Onun da səbəbi 18 virusun yayıcısıdır gənə. Gənənin əlindən bütün viruslar yayılır. Bütün bir sözlə də qardaş, qısaca izahat verdim. Yəni nə mənada? İzolyator
bütün problemlərin həllidir. Çalışın, istifadə eləyin. Mən indi bu illəri bir şey də deyim, qış izolyatoru, hamı qorxur ki, suallar zad verirlər ki, hansı tərəfdə izolyatora salaq, nətər eləyək? Təxmini arının ağzını açanda bilirsən ki, arın bu qıraqdan belə yığılıb. İkinci ramkadan sonra da qoya bilərsən, birinci ramkadan sonra da. Çünki bilirsən ki, arı kluba bura yığılacaq. Bunun variantı yoxdur. Kluba yığılandan sonra çox adam fikirləşir ki, birdən klub dala hərəkət eləyər, bu tərəfdə qalar, bu tərəfdə. Qardaş, arı ananın üstə kluba yığıldı, yumurta olmadığına görə klub heç ara hərəkət eləmir. Mən şahidiyəm onu, görmüşəm. Qəti narahat olmayın. İzolyatora saldız orada da duracaq. Tərpənəsi deyil. Ana da yumurta olmadığına görə arılar, ananın başında olacaq klub. Heç ara çıxası deyil. Mən görürəm, fakt onu bugünkü günü görürəm. Bir söz soruşum. Ücdana yeşil başa çıxır. Zəiflərdən ən zəif yeşil hansı olur? 3-4 ramkalıq arın var mı qardaş? İzolyatora sal. Ölsə, mən sənin arını ödəyişəm. Bax, sana söz verirəm. Sən zilində keçir. Bir topaq çökmüşə sata bilmirəm. Niyə günlük ərazində bol ehtiyatı? İzolyatorda olan arının bal ehtiyatı qurtara bilməz. Rasxod yoxdur içərdə. Gördün vapşi, bax qardaş, izolyatora saldın eləmə. Başında bircə belə zapazın olsun. Başında bircə belə zapazın olsun, 2 ramkada, 3 ramkada. İzolyatorun sağında, solunda. Üstünə 1 kilo kandini qoy, klub yığılanda. Söhbət qutardı, o aracından ölə bilməz. Mümkünü yoxdur. Adam var, imkanı yoxdur. Qardaş, bu reallıqdır da. İndi 100 arısının 5'inin imkanı var, pesoq alır, verir, arıya şərbət verir. Qardaş, 50'sinin imkanı yoxdur, 60'ının imkanı yoxdur da. Çətindir, pensiya gözləyir ki, pensiyamı alım, gedim pesoq alım. Pensiyanı gözləməmək üçün bal satanda pesoğun pulunu ayırmaq lazımdır. Yəni, bunu bilin, bunu da nəzərə alın. Hamısınız razı, rasxod eləməyin. Ramkanı satır 150 manatdan, pesoq vaxtı satan deyir, pul yoxdur almağa. Qardaş, bu ramkanın pulunu, ikisinin pulunu qırağa qoydu. Nə olar ki? Deməli, qardaş sual verdi bayaqları ki, biz ən birinci qanqalı tutur arı. Onun dalından akasiya başlayır. Əgər qanqalı tutmağa sənin arın hazırdırsa, hazır nə mənada? Ən az bir 7-8 ramka qurdu varsa, ikinci mərtəbəni qoyubsansa, mən tutmuşam qanqalı. İkinci mərtəbəni qoymuşam, artı barı, qəşəng yumurta, polnu yumurta olub. Görmüşəm ki, qanqal açdı, arı qanqala qəşəng işləyir. Ana keçməz setkanı qoyub, üstə bir 14'lük tullamışam. İnan ki, 10 ramkanı qanqalla dondurub, ağzını peçatlayıbdır. Ana keçməz 3-cü mərtəbədə 14'lükdə. Qanqalı götürmüşəm. Arı yumurtayır aşağıda öz qaydasındadır. Qanqaldan da gəlir. İndi nəyi deyirəm? Qanqalı tutdum. Akasiyanın vaxtında, qanqaldan biraz sonra akasiya açır. Akasiyanın vaxtında da, qardaş, elə başda demək olar ki, qanqalın axırında akasiya hazır olur. Qanqal qurtardı, qanqalı tutdun mu? Akasiyanın vaxtında ananı sal izolyatora, sür. Gənə üstə əlavə 14 puluyla. Bizdə tərsin olur. Niyə? Mən Mingəçevirdə təsərrüfatla məşğul oluram. Mingəçevirdə çox isti olduğuna görə akasiya daha tez açır. Qanqalı mən qalxıram, şəkil. Hə, sən yer dəyişirsən, yüksəkliyə qalxırsan. Yüksəkliyə qalxıram deyirəm, mən akasiyadan sonra qanqalım. Sən onda birinci akasiyanın vaxtında ana keçməzi qoy, akasiyanı tuta bilirsənsə. Əgər tuta bilirsən demək... Yox, qulaq az. Əgər sənin arın tuta bilirsən nə deməkdir? Yəni, nə demək istəyirəm? Əgər sənin arın akasiyanı tutmağa hazırdırsa, yoxsa 5 ramka qurdu var, mən akasiya istəyirəm, elə yox. Sənin arın akasiyanı tutmağa hazırsa, yəni 2 mərtəbə polnu yüklənib, istədiyin qədər, ən az 13 ramka, 12 ramka süfrən var, arıxana, yəni yeşil 2 mərtəbə polnu doludur. Ana keçməzi qoyursan üstünə, 3-cü mərtəbə bir dənə 14'lük tulluyursan. Super effekt verir. Naxadə də iş gedir, amma yenə deyirəm, yox, o, bilirsiniz nətərdir, bu sistem budur. Yəni, belə bir şey eləyə bilərsən, 14'lüyün yoxdur, əlavə 23'lüyün varsa 23 qoy, 23 tulla, eybi yoxdur. Qoy orada nə yığır, yığsın, ana keçməzə toxunma, qoy dursun. Gördün ki, sən gedirsən yuxarı, qanqala tərəf,
Qardaş, arını, ana keçməsi götür, ananı izolyatora sal, 3-cü mərtəbəyə də dəymə. 3-cü mərtəbəyə də dəymə. Çünki 23-lük böyük olduğuna görə 14-lük peçatlayır. 23-lük böyük olduğuna, ola bilsin yarımçıq qaldı, ayaqları zadı. Süzmə, ehtiyatla həmin arının. Amma mütləq havalandırma, üstü setki olmalıdır. Yoxsa ramkalar cırılıb batırar. Üstü tam setki olmalıdır. Köş vaxtı, məsafə yaxındır, budur, buradır, hava sərindir, yağanlıqdır, o söhbət yoxdur. O söhbət yoxdur. Qardaş, altı sıyırməli çıxandı. altın arının pişməsinə heç bir köməyi yoxdur. Heç bir köməyi yoxdur. Üstü götürməlisən dəsmalı, ayna setkasını qoymalısan, döşəkçəliyi qoymalısan ora. Əlavə korpus atır. Qardaş, ehtiyac yoxdur. Əlavə korpus atsada ehtiyac yoxdur. O sana mane olur. Orada hündürlük yaranır, sənin köçünə mane olur o. Ne edirsən ki? Setkanı qoy, ikinci döşəkçəliyi də qoy, deməyin olur, pisiyor, Bakıya sür. Orada bir dənə ölüm, pişmə, ərimə ola bilməz. Mümkünü yoxdur. Əlavə nəsə sualı olan. Bir də xahiş edirəm, Qəşəm müəllim, gəlin. Nəsə ola bilsin əlavəsi var, Qəşəm müəllim hazırlıqlı gəlir. Vaxtda maksimum nə qədər qəfəsdə qalmalıdır ana arı? Mən özüm bal mövsümündə 2 ay 10 gün saxlamışam. Heç bir problem yaşamamışam. Sağ salamat, hətta bir dənə arım yaddan çıxıb sentyabra qədər qalmışdı qəfəsdə. Çıxır da o qədər arxanada baş qarışır, yaddan çıxır. Biri qalmışdı. Müalicə deyir ki, məsələn, məndə arının bölmə eləmişəm, 7-8 ramkalı müalicə eləyirəm mən. Mən bu illəri bir dənə gözəl arıçılarımız üçün maraqlı bir epizodu deyim sizə. Məsəl üçün, götürək, elə fərqi yoxdur bunu. Bu tərəfdəndir. Deməli, mən nə elədim? 9 gündən sonra proverk elədim, qırdım ana gözlərini. Aradan bir həftə 10 gün keçdi, sıraz qoymaq olmaz. Sıraz qoyan kimi həmin proses davam eləyir. Ya bölüb aparır, ya maylanıb gəlir, yumurta qoyur. Onun heç biri bizə sərf eləmir. Qırdım, bir həftə, bunu qırdım arını köçürəndən sonra təzən köçürmə elədim. Bu gəlir bunun ağzının bağlanmaq eləmək, gəlir elə biz deyən vaxta düşür. 10 gündən sonra, 12 gündən sonra çıxmağa 2 gün qalmış. Apardım hərəsinə, üstündəncə. Bunun böğründən, fərq yoxdur, ikinci mərtəbənin dəsmanı qaldır, oradan ana gözlərini payladım. 2 həftədən sonra getdim baxışa, gedəndə gördüm analar çıxıb, super mayalanıb, yəni elə bilsən krokodil hərlənir. Gözəl, erkək bolluğu, məhsul vaxtı, gəlir vaxtı, həmin ana çıxıb mayalanıb, təzəcə 1 ramkaya, uzağı 2 ramkaya yumurta səpib. Yuxarı mərtəbədə də bal yığdığına görə yuxarıda mümkün olmur onu. Birinci mərtəbədə həmişə izolyatorun ya sağ, sol tərəfi güləm olur, adətən sağ tərəfində yumurta səpir. Götürdüm həmin arını, təzə mayalanmış ananı, kraskaladım həmin ilin rəngindən. Açdım izolyatoru, bir dənə ramkanın altlığı var, bunun razmerinə düz gəlir. Taxdım bax belə şəpinə, buradan belə. Köhnə ana qaldı bu üzdə, təzə ananı saldım, təzə ana qaldı burada, köhnə ana qaldı burada, ortadan da həmin taxta kəsdi ortanı, ara kəsməni. Analar bir-birinə toxuna bilmir. Gətdim məhsulu süzəndən sonra əlimdə 2 ana var. 2 dənə mayalı ana var. Əgər istəyirsiniz, bəzilərini böldüm, 2-dən elədim, hazır mayalı anadır. Bəzilərini analar istəmirdim, götürdüm, verdim başqa arıçılara, bir dənə özününkünü açdım, buraxdım. Yəni, burada universal bir vəziyyət yaranır. İstədiyiniz səmtə... Bəri başdan olanda, bal süzümünə 10 gün qalmış, istilərə düşür. Ana bal süzümünə 10 gün qalmış, istilərə düşür. O ananın yumurtalığında zaten mayalanmada gecikmələr olurmu? Olub bu. 10 gün, 15 gün mayalanmamış analar olub. Hə, tez süzürsünüz siz. Hə, tez. Siz mayın əvvəlində salıb niyə iyunun? İyunun? Bizdə gəlir dövrə elə, dalcaq. Nının. Hə, bizdə də elədir. Nının axırı, maksimum nının əvvəli birinci 10 günlüyünə qalır. Elədir də hər yerdə elədir. Mən bayaqları dedim, bizim ərazi dəmiyədir. Ona görə də sezonumuz çox qısadır. Çalışın, qısa sezonu itirməyin, qardaş. Və bunun nəticəsini gör. Buyur, müəllim. Buyurun. Deyək ki, məsələn, mən indi dağda saxlayacam.
Kış vaxtında orada ehtiyac var mı? Oktyabr, sentyabr, Onu mən sizə heç nə deyəmərəm. Onu siz araya baxış keçirəndə biləcəksiniz. Hal-hazırda orada qardımı? mən belə deyim, oktyabr ayından başladı qurma yığışmaq. Oktyabr axırından yavaş-yavaş görmüşük ki, qurt qoymanı dayandırır. Əgər arı güclüdürsə, sortdursa, o dayandırmayacaq o qurt qoymanı. Məndə İtalyanlar bu dəqiqə 2 ramka qurdu var. Altı açıq da hamısını. Fərqi yoxdur. Yavaş-yavaş başladı dayandırmağa 2 dəfə İtalyana fərq elə. Azərbaycan dilini bilmir, İtalyana fərq eləmir. Bakvasdır, İtalyandır, Karnika, bunlar dayandırası deyil. və bu dəqiqə qurtlardır. Biraz hava mülayim olanda deyirsiniz, məsəl üçün qardaş dedi, sırağa günlər az qalırdım teniska gəl. Həmin bu havada bir dənəsini gün isti vaxtı ehtiyatla günəşli havada aç yoxla da proverk elə. Yumurta var mı? Yoxsa ehtiyac yoxdur. Altları da açıqdır. Yumurta yoxdursa ehtiyac yoxdur. Üstlərində də bizə dənə 5-6 var, heç nə yoxdur. Bizdə bu dəqiqə arı, bax, bizdə bu dəqiqə arı var. Əksəriyyəti 2 ramkada baba bir belə yumurta var. Ona görə də məcbur izolyatora. Aran rayonları Kür ətrafı vapşe salmalıdır. Mütləqdir. Bir dənə arada 2 aydır qurt yoxdur. İzolyatora salınmışam, İtalyanlarda belə. Yəni, qışlama gedən əraziyə görə arıçı işini hesablayıb görməlidir. İndi mən bir əlavə payız soyuq düşəndə arının aşağısını setka qoyum var da aşağıda yəqin ki. Bir də yuxarısını döşəkçəsini götürün. Təkcə qapağı qoyun. Arı soyuğa düşüb özü kluba yığışacaq tez. Bir dəqiqə mən işmət döşəkçi ölür. Ay sonra sən də ona görə kluba yığışıb sən düz deyirsən. Hə, o arı bakvasda nə də ki başqa bir sort qoymayacaq, kluba yığışacaq. Çünki sən onu soyuğa vermirsən. Soyuqda lazımdır ki, o kluba yığırsın. Sən onu düz eləmsən. Amma yenə tez başlayıb qurt qoyacaqdır. Hə, nəysə. Mən Xəyal müəllimi salamlayıram. Şadam ki, Xəyal müəllim bu işin davamçısıdır. Mən bunu mənim şagirdim Tofiq müəllim, Tofiq müəllim ayaqadır görüm. Mən aradan heç başım çıxmırdı. Hə, Tofiq müəllim məni öyrətdi. Sonra dedim, mən niyə ondan bundan öyrənim? Mən Kanadadan, Amerikadan, Ukraynadan, Rusiyadan tutmuş bütün kitabları yazdı, oxudum. Özüm də Rusiyasını yaxşı bilirəm. Hə, özüm dedim ki, mən bunun öyrənəcəm. Sözünü sağdan öyrənsiniz. Hə, nəysə, mən bunu Xarkovda mənim dostum var idi, arıçı idi. Onunla gedirdim. Haradasa 15 il bundan qabaq arı yetişdirməyi bunu o mənə öyrətdi. Mən özüm icad eləməmişəm. Hə. Bu da bunu özüm düzəltmişəm. Mən usta deyiləm, amma özüm belə düzəltmişəm. Tez üçün bura arını salmaq, ananı salmaq üçün bunu bax belə eləmişəm. Bir də ananı saldım bura. Ananı da çıxartmaq üçün bir də da buradan üfürmürəm, çıxsın, neynəsin. Yəni ki, belə sadə. Bu birincisi. Biri qoyun hə. Bəlkə bundan da yaxşı düzəldənlər var. Yəni, bu əziyyət deyildə bircə saniyə gedir. İkincisi də Xəyal müəllimin düzəldir, çox gözəl düzəldir. Amma bu belə dolayı olsa gözəldir. Arı biri var belə girə, biri var ki, belə girə. Arının döş səs enlidir. Belə enlidir. Belə girə bilər, belə daha gözəl girə bilər. Yəni, şey qoyanda da, yeşiyi də qoyanda, yeşiyin qabağı belə olanda da belə qoymalısan. Ana keçməzdir. Hə, nəyəsə, belə getdi. Bu ana keçməz nədir? Ana keçməz, Xəyal müəllim də mənim demək ikinci hər şeyi dedi, gözəl də dedi, çox razıyam. Mən də mənim yaşımda çox, məndən belə 70 yaşım var, bir 5-6 il arı saxlayacağım. Xəyal müəllimdən öyrənin, çox gözəl arıçıdır, xoşum gəldi. Hə. Bu arıçılar üçün çox gözəl üstürmet bir dəyəm, əşya dəyəkmi, vasitə dəyəkmi, çox gözəl bir şeydir ki, ailələrdə süfrəni, arı süfrələrini tamamilə yox eləyir. Yəni, bu süfrə yox olanda bütün xəstəliklər, gənələr, ondan sonra arı sağlam olur. Belə müəllim hamısını dedi, yəni ki, bir süfrəsiz dövr yaradırsınız arıda.
Süfrəli dövr yaratmaq arada mütləq lazımdır. İldə 2 dəfə. Mən indi bunu qışda da verirəm, yazda da verirəm. Qışlama nətər? Yazı müəllim hamısını dedi. Qışa mən bir şey deyim ki, mən sentyabrın axırında bunu qoyuram. Müəllim dedi oktyabrın axırında, mən sentyabrın axırında. Yəni nədir? Mən baxıram ki, elə arı var ki, 4 dənə süfrə qoyub. Yəni ki, müəllim gözəl dedi ki, izolyatordan çıxmış ana o qədər həvəslidir ki, yumurta qoymağa, nə qədər gözləyir də bu. Bir də müəllim deyir ki, şirə verir. Şirə mütləq çox gözəl, xoşum gəldi. 2 dəfə, 3 dəfə şirə vermək lazımdır ki, o elə bilsin ki, çöldən gəlir var, ana kütləvi qurt qoysun. Hə, sentyabrın axırında mən qoyuram, düz fevralın 20-sinə qədər. Fevralda mən baxıram havaya. Əgər hava pisdirsə, martasa, martın əvvəllərinə saxlayıram. Yəni, pis havada o çıxan qurt nəyə lazım olacaqdır? Bu bir. İkinci də ki, ən arıçılara tövsiyəm budur ki, arıçı olmaq istəyirsənsə, birinci arının biyologiyasını öyrən. Xəstəliklərin yaranma səbəblərini, onun müalicəsini, diaqnozunu gərək bilməlisən. Belə də başqa şey qalmadı. Bir də onu deyim ki, bu siz qorxmayın. Ola bilər ki, bunu siz 20 gün də qoya bilərsiniz. Bir ayda. İkinci, bayaqlar qardaş hansı kimsə dedi ki, ikinci dəfə arı süzmək istəyirəm, bu izolyator nətər eləyim. Qorxma, ikinci dəfədə qoy bir ay qalsın. Süz, ikinci dəfəndə süz. Sən bunu çıxarsan, sonra ikinci dəfə süzümdə yenə qurt qoyucu, sən ikinci dəfə bal götürə bilməyəsən. Məni başa düşür. Yəni ki, siz qorxursuz ki, arı dayanacaq, arı kütlə adı nədir? Arının ömrü... Həm də hesablamalıyam ki, ən sonuncu qoyulan günlük qurt həmən vaxtda çıxmış olsun. Dübarə onsuz da zaten 200 süzüm. Götürmə, qoy qalsın ana. 45 gün vaxt Sizin birinci süzümlə sonuncu sezonunuzun ara fərqi nə qədərdir? Mən deyim də, iyunun 15-i birinci süzümü süzürəm. Hər il belə olur. 14-ü, 15-i, 13-ü. Bəs ikinci süzüm? İkinci süzümü amma fərqli olur. İkinci süzüm olub ki, mən süzmüşəm avqust ayının 15-də süzmüşəm. Yox, o gecdir onda. Birinci süzüm mütləq izolyator. Mütləq izolyator. Birinci süzümdən sonra qoyub izolyator. İkinci süzüm ana keçmə, ikinci süzüm izolyator. Məcburi elədi, məcburi. Ana keçməz İzolyator qoydum. Gördüm effekti yaxşılanmaz. İkinci süzüm qoyurum. Yəni, balını süzürəm, normal balını süzürəm, ana keçməzini qoyuram. İzolyator mənə çox maraqlı. Qardaş, ana keçməzi qoyursunuz, balınızı süzürsünüz. Bu heç birinci süzümünü əldə edirsən. İkinci süzüm izolyatora məcburi keçməlisən. Balasız devir üçün. Bunu mən öz zonuma görə Nətər? Özünüz düzəltdiyiniz izolyatorla əl vurmalıda qəfəsə salmaq onu da izah edəcəm bu qısımda. Məndə əslində belə deyil. Bitirdiniz mi? Buradan baxın. Hə, xəyal mənim hər şeyi deyil. Gözəl izah elədi. Ananı ehtiyatla tutur. Ananı ehtiyatla tutur. Ananı ehtiyatla tutur qoyursunuz bura. Məndə buradan tam açılır ha elə bil ki. Ananı buraca qoyuram taxtanın böyürdəki yeşiyin üstünə. Elə əllə belə eləyən kimi keçir ora, dalınla da bağlayırsan, təhlükə. Bilirsiniz nətərdir? O qədər bəzi işlər var arıçılıqda, adi işlər, bəzi arıçılar üçün böyük problem gəlir ki, mən ananı bura nətər salım, zədələnsin, nətər. Sonra mən bunu açıram, qardaş. Bura bu qıraqdan açıldığına görə böyürdəki yeşiyin üstünə beləcə dəsmalın üstünə sirkələyirəm. 2-3 dəfədə düşür ora. Düşəndə o nişanın qoymaq üçün ana qabı böyründə olur. Onun üstə taxıram. Rahat orada baxıram. Sağlamdır, qılça yerindədir, qənətlər yerindədir, didilmə yoxdur. Ana tam normal hərəkətdədir. Hepsi götürüb bıraxıram yeşiyin içinə. Həmin axşamsa dərmanlama, şirə qabı qoyulur. Elə həmin gün imkan olsa şirə, olmasa səhərsi. Bir də bir həftədən sonra, yəni çalışın, izolyatorsuz arı saxlamayın, qardaş. Canınız rahat olacaq, məhsulunuz bol olacaq, xəstəlik olmayacaq, gənə olmayacaq, hər şeydən canınız rahat olacaq. Təşəkkürlər Xəyal müəllim, çox sağ olun. Sağ olun.
Sağ olun. Dostlar, mən indi vaxtımız getcədə artıq yekunlaşır və mən istərdim ki, anaların süni mayalanması barədə hörmətli İlham müəllim məlumat versin. Hamınızı xoş gəldin deyirəm, ağsaqqallarımıza, cavan ardıcılarımıza. Vaxt azdır, qısa mən danışacağım. Bayaqlar bu Xəyal Qarayevin, Füzuli müəllimin, yeşiklərin altının bərkdən danışırım. O günləri mən Nurəddin müəllimlə söhbət elədim, Qusar Nurəddin müəllimlə. Onların arıları bu dəqiqə dağdadır. Dağdadır, hamısında altı açıqdır yeşiklərin. Altı açıqdır, orada da bəlkə soyuqdur. Dedim, yaxşı, bunlar indi zəif arıya, güclü arıya təsir eləmir. Dedi, heç bir təsir də yoxdur. Arılar dedi, çox da, səhv eləmirəmsə, onlar izolyatora salmayıbdır. Çox da gözəl dedi, inkişaf eləyir. Fevral ayında dedi, onları düşürdəcəm aşağı. Aşağı düşürdəcəm, ondan sonra qurt qoyma başlayacaq da, belə deyim sizə. Yəni, burada məqsəd nədir? Arını bala dönəmindən dayandırmaq, onu dərmanlamaq və ananı, belə deyim, ömrünü uzatmaq, ailənin də ömrünü uzatmaq. Prosto bir dənə orada bir problem yaranır, o aranda ən çox olur. Dağda mən bu illəri müşahidə elədim, çox yüksək səviyyədə nəticə verir. Aranda o sarı arılar problem yaradır aslında. Sarı arılar, bu ananı izolyatora salanda, onlar bir əcənə orada, onların arı güclü olanda, ailə güclü olanda, onun, belə deyim, gücü çatmır. Ancaq biraz zəif ailə olanda, ona biraz elə bir ki, onların o yerdəki sarı arılar olur, onun üçün biraz çətinliklər yaranır. Nə demək istəyirəm? Bu indi mən ayrı mövzu ilə çıxış eləmək istəyirdim. Ana arı yetişdiriciliyi ilə, bunu biz 2 ildir bu işi, 2024-cü ildən bu işlə məşğuluq. Özümüzün şəxsi laboratoriyamız var. Özümüz, yəni, bu illəri də, xaricdən mən anaları birbaşa özüm gətirirəm. Ana yetişdiricilərin özümlə, yəni o anaları gətirənlərdən almıram da, birbaşa ana yetişdiricilərin özlərindən, yəni ki, mən əlaqələrim var onlardan və seleksiya işlərini, yəni bizdə, yəqin ki, dostluğumuzda olar, Üsailə xanım Əliyeva, Azərbaycanda o yeganə bu iş üzrə, ana arı yetişdiriciliyi üzrə və onun irklərinin araşdırılması üzrə yeganə mütəxəssisdir. Həmin xanım bu iş üzrə də, yəni bilənlər bilir də, sırf arıçılıq üzrə doktoruğu müdafiə eləyir həmin xanım. Doktorantdır. Bu işi də o görür. Ana erkək arının yetişdiriciliyi də, onlar da mən o işlə məşğul oluram. Onu da ta erkəkləri, belə deyim, hər yeşikdən onları buraxmırıq. Erkəklər də qutuda yetişir, qutunun özündə yox da, qutunun üstündə putqalarımız var. Putqalar tikmişik. Erkəklər onun içində yəni ancaq hərəkət eləyir. O aktı, uçuş aktıdır, yetişmə onun içində olur. Onun ətrafında da, belə deyim, onun qabaq marlada eləmişdik, sonra onu ana çeşməzdən eləmişdik ki, erkəklər çıxa bilməsin. Belə deyim, seleksiya işlərimizi keçən 2 ildir, yəni o işlə məşğul olmuşuq. 2 ildə də və hər bir arıçı ilə də əlaqəmiz var. Ana arı, kimlər bizdən ana arılar alıbsa, həmin insanlarla təmasda olmuşuq, daimi diyaloqda olmuşuq. Ola bilər, məsələn, 100 dənədən 10 dənəsində, 10 dənə də olmuşdur. Arısı 2 dənə, 3 dənə, 5 dənəsində problem olarsa, liboy arıda problem olarsa, o arıların hansı arı öz nəticəsini verməzsə, 3 gün, 5 gün, lap 20 gün müddətində o arı abratla geri qayıdır. İstər süni mayalanma olsun, istər təbii mayalanma olsun və bu ildən də aksiyalarımız olacaq ki, şəhid ailəsidir, Qarabağ əlliləri, qaziləridir. Təbii ki, onlara da təmənnasız olacaq bizim ana arılarımız, ən keyfiyyətli ana arılarımız. Keyfiyyətli ana arılarımız, belə deyim sizə, olursa da onun başı əzilir, bu söhbət yox. Yəni, bu günlər bura yığışmağımızın, belə deyim, ən böyük başlıcası, səbəbkarı Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, ordumuza can sağlığı versin, onlara səbəbdir. Biz də bu komanda olaraq, komandamız 5 nəfərdən ibarətdir. Aksiyamız odur ki, hər il belə bir şeylər davam elətdirək. Yəni, bəlkə də 1% olsa borcundan çıxa bilməsək də əlimizdən gələni bu variantına biz, yəni ki, bir fikrimiz var. Bu bir.
Vaxt tamamdır. Bir dəqiqə. Yəni bizim bu laboratoriyamız həm Gəncə şəhərində Gülüstanda yerləşir, bir də Toğanada laboratoriyamız var. O ən son model aparatlarımızdır. Son model, belə deyim sizə, laboratoriyamız son model aparatlarla belə tədris olunubdur. O işlə məşğul olanda, belə deyim, çox savadlı bir xanımdır, Sualə müəllimədir. Hamımız o işlə məşğul oluruq, sırf işimiz budur. Yəni, iyun ayından arılarımız dağda yetişir, bu işləri dağda görürük. İyuna qədər də Aranda, yəni ki, biz Gülüstan qəsəbəsindədir bizim laboratoriyamız, seleksiya işidir. Bu illərdə Zaqataladan Mövləddin müəllimlə də belə bir işbirliyimiz olacaq ki, onlarla Bozqafqazın, belə deyim, həm bizdə, həm onlarda, yəni belə bir seleksiyalarımız olacaq. Bax, belə bir dənə bir işbirliyimiz var, fikrim bu qədər. Kiminlə sualı varsa, vaxtımız demək olar ki, məhduddur. Bəli? Qiymətləri keçən ilin qiymətini deyim, yəqin ki, süni də var, təbii də var. Keçən ilin qiymətləri olubdur, 30 manat təbii mayalanma, 60 manat süni mayalanma olubdur. Bu qədər. Və onların hamısında özümüz, xaricdən özümüz gətiririk. O Karnikasında, Bakvasında, Qafqazını da Mövləddin müəllimlə bu illəri onunla işləyəcəyik. Bir söz soruşda, siz saf kimi mayalandırırsınız? Belə deyim də sizə, saflardan mayalandırırıq. Saflardan elə bir ki, alırıq F1, qız ana arılar. Həmin ondan əlavədə yetişdirdiyimiz erkəklərdən, onlardan, həmin erkəklərdən toxumlarını yığıb, onlar ondan məhsul üçün də aldılar mənim üçün, bizdən və ondan damazlıq üçün aldılar. Hər ikisindən də əlaqə saxladım. Məhsul sonunda bizə videosu da var, danışığı da var ki, çox sağ olun hər ikisi. Çox ürəyimiz istədiyi kimi Kəlbəzərdə gözəl nəticələr verdi və belə. Belə. Siz bir dənə şey də var da, əl satan olsun axı. Əgər mən onu eləyib, istehsal eləyə bilirəmsə, bu əl satan olsun. Biri var 10 nəfər aldı, biri var 3 nəfər alır, o birilər ala bilmir. Bunu əvvəlcə baha eləmişdik, daha doğrusu 100 manat idi qabaq. Sonra bizə dedilər ki, bir-iki yoldaşlar var, artırın da qiymətini qaldırın, bunu eləyin, 200-ü də saxlayın. Biraz ortada söhbətlər oldu, biz saldıq 80-ə, sonra saldıq 60-a. 60-a saldıq, olsun. Şəhid ailəsinə də təmənasız, qazilərə də təmənasız. Belə. İlham müəllim, bir söz deyim. Buyurun. Əgər ana gətsək mayalandırmalarda, suyun mayalandırmalarda. Ona, belə deyim sizə, ona telefonla danışarıq. Çünki bizim bu dəqiqə o qədər sifarişlərimiz var indidən. Bax, elə sifarişlərimiz var dostlarla, qardaşlarla. Özümüz də erkəklər yetişdiririk. Anam biz gətirdik, erkək sizdən 20 dəqiqə, 15 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə götürək də belə qrubu. Buyurun. Ana arını biz gətirib məsəl üçün, veririk suyunu mayalandırmaya. Erkək deyək, özündən qurulur. Bu daha yaxşı olar. Kanişlə elə daha yaxşıdır. Eyni arxalanın erkəyi ilə mayalanmasındansa. O daha məsləhətlidir. Mayalanmaq daha yaxşıdır. Orada qiymət fərqi olurmu müəllim, yoxsa? Onda keçən ilin qiymətindən 20 manat idi. Biz ananı gətiririk, siz mayalandırırsınız, 20 manat da biz sizə ödərik. Bəli. İlham müəllim, bir şey maraqlıdır. Süni mayalanma ondan ana arını siz 60 manat civarında verdiniz, amma təbii olanı 30 manat. Süni təbiidən baxıl olur. Hədə bu Almaniyadan gətirdiyimiz saf ana arıdan deyək ki, F1 aldıq. F1. Həm qız anası da mayasız anadır. O həmin o mayasız anadan özümüz yetişdirdiyimiz erkəklə mayalayırıq. Həmin onlar damazlıq kimi arxanalara verilir. Ondan, yəni ki, siz F1-lər alırsınız təzədən. F1-i də, F2-si də F1-ləri gözəl nəticə veribdir. Biz onlarla maraqlanmışıq. Bu il də F2-sini görək nətər olacaq. Bu qədər. Süni mayalanma arxanaya gedəndə artıq ondan törənənlər F1 gəlir. F1 gəlir. Ondan sonraki F2. Dostlar, hər birinizə sağ ol deyirəm və sonda sözü
adminimiz, inzibatçımız Fariz müəllimə verirəm yekun sözü. Hər birinizə təşəkkür edirəm bu tədbirdə iştirak eləməyiniz üçün. İlk öncə bir əleyhissalama gəlirlər, sual verirlər ki, elm üstündür, yoxsa var dövlət? Deyir, elm üstündür. Var dövlət deyir, paylaşdıqca azalır, elmi paylaşdıqca artır. Silsiləli suallar verirlər, əleyhissalam fəziləti olur ki, qiyamət gününə qədər gəlib belə suallar versəz, mən onun cavabını verərəm, hərəsində müxtəlif cürə. Bura gəlirik, Allah'a şükür ki, təşəkkür edirik bugünkü iştirakçılardan, bundan əvvəlki iştirakçılardan. Nəysə bəhrələnirik, nəysə öyrənirik. Nə qədər deyirik ki, bilirik, amma biz ancaq onu bilirik ki, heç nə bilmirik. Gəlirik, yenə öyrənirik. Bizim sonuncu, biz bu mövsüm üçün görüşümüz Şəmkir şəhərində olacaqdır. Yəni biz həmişə çalışmışıq ki, buranın Şəmkir mərkəz olduğu üçün orada keçirək. Sadəcə Vüqar müəllim keçən dəfə xahiş elədi ki, istəyirik Goranboy arıçılarına bir dəstək olaq, o arıçıları bir maarifləndirək. Sonra Yavər müəllim dedi, Göygöl arıçılarını bir maarifləndirək. Amma biz Şəmkirdə artıq o mövzusu da hazırdır. Şəmkirdə sonuncu tədbirimiz keçiriləcəkdir. Və hər birinizi də bu tədbirə dəvət edirəm. Xəyal müəllimin bir sloqanı var, bir sözü var ki, ətrafınızda gənc arıçıları gətirin. Gənc arıçıları gətirin. Yəni maariflənsinlər, öyrənsinlər. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox təşəkkür edirəm. Məhərrəm müəllim çox sağ olsun. Bizi təşkil elədi. Təşəkkür edirəm. Şəmkirdə nə vaxt keçəcək? Şəmkirdə hava Fevral ayında, Fevral ayında məlumat veriləcəkdir. Bəli. Çox sağ olun. Bizim əziyyətimiz, yəni belə deyim, ətraf arıxanaların sağlam olmağı bizim arıxananın məhsullar sağlam olmağıdır. Təşəkkür edirəm hər birinizə. Və sonda dostlar bir şey deyim ki, yəni bu görüşü qaçıranlar və yaxud da o gənclər gələ bilməyənlər heç olmasa tövsiyə edin ki, Qərb Xəbərin YouTube kanalına abunə olsunlar. Çünki burada demək olar ki, bütün çıxışlar orada hissə-hissə, hamısı kəsilmədən əsas yerləri olmaqla verilir və bizim kameramanımızın da həmişə bir iradı var ki, ona əziyyət verən bircə suallardır. Çünki suallar təəssüf ki, kamerayı gözləmirlər ki, sual olanda yəni o qaça bilir bəzən, ona görə də, amma cavabların hamısı burada qeydli olur. Ona görə də Qərb Xəbərin YouTube kanalını elə Qərb Xəbər yazanda qarşınıza çıxar, orada abunə olsanız izləyə bilərsiniz. Təşəkkür edirik, sağ olun.